mənə niyə əziliyirsiniz? Mən sizin üçün dönüb çay olacağım. Mən inşaatçıyam, öz işimi də görürəm. Tikintinin bu qədər uzanmasının taksiri özünüzdədir. Mən xəstəyəm, yorulmuşam. Təzədən bir ildə burada qalmaya heç təhrim yoxdur. Cemaatin işi dara düşür. Ben sizin yerinizde olsaydım, laf canımdan keçip kömeğe giyerdim. Mən də sizin yerinizdə olsaydım, dilimi qarnıma qoyardım. Siz dara düşən bir adama da köməkləyə bilmirsiniz. Her halde ben vicdanla can yandırırım. Sizcə mən vicdanla işləmirəm? Vicdanlı adam cemaatin karşına böyle cevap vermez. Bura baxın, sizin cavabınızı verərdim, amma bura yeri deyil. Laf yeridir. Okunu atıp yayını gizletme. Hə? Belə oldu? Onda taksir özünüzdə görün. Qoy deyim, hamı bilsin. Doktor Zeynalov Eldarı qəsdən sağaltmaq istəmir. Yalandır. Bu ola bilmez. Koy sübut eləsin. Qoy sübut eləsin. Baş üstə, Eldarın sağalması doktora sərf eləmir. O Eldarın nişanlısına bənd olur. Başına dönüm oku. İşin olmaz. Hə, deyəcəksiniz ki, böhtandır. Ben Eldar'ı sağaltmak için elimden gelen elədim. İndi birce çare kalır. Bilirim bu sizin için çok çetin olacak. Ama bu saat size ne desem onu eləməlisiniz. Siz gidip Eldar'a demelisiniz ki daha onu sevmirsiniz. Ben Eldar'a? Bəli Nərmin, siz bunu etməlisiniz. Həm üstəlik deməlisiniz ki başkasını sevirsiniz. Başkasını? Bəli. Yok. Elbette onu başka bir vasıtayla tartışmak olsaydı daha yaxşı olardı. Ama ne diyesen ki başa düşün Nərminə, bu onun için de sizin için de vacibdir. Onu sarsıtmak lazımdır ki belki dil açılar. Yalnız sarsıtmak.